ونحن رجال الميدان وسنبقى في الميدان. Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Sözünü verdiyimiz hadisələrin intensivləşməsi gün keçdikcə, zaman keçdikcə özünü daha çox biruzə verir. Bəli, elə Hizbullahın yayımladığı, bəlkə də son ultimatumlardan biri və yaxud da son ultimatum olan bu video kimi, bu video görüntü kimi. Niyə hadisələr intensivləşir? Həyatın təbii gedişidir. Dəfələrlə buna misallar vurmuşuq. Çünki bütün bəşəriyyətin orqanında digər hüceyrələrə nüfuz etmək istəyən Sion rejimi günü-gündən daha çox sıxılır. Maraqlı deyilmi? Telegram kanalımızda da son günlərdə istəyir yerləşdirdiyimiz xəbərlər, istəyir o xəbərlərin şərh bölməsindəki şərhlərimizdə izləyənlər görər ki, Sion rejimi məsələn Netanyahunun qapısına bir neçə gündən bir görürsünüz. Ya Netanyahunu öldürmək istəyən və yaxud da Netanyahunun bugünkü yerləşdirdiyimiz xəbərdə ofisindən şübhəli bir bağlama çıxır. Bu iki başlıdır. Bax, buna intensivləşən hadisələrin fonunda, bu hadisələr kontekstində baxsaq, düzgün nəticə alacağıq. Dəfələrlə dediyimiz və son bir-iki proqram bundan öncə izlədisə bilərsiniz, Yəmən, İran və İraq Şiə üçbucağı, Əhl-i-Beyt üçbucağının güclənməsi məsələsi, hər birindən ayrı-ayrı o proqramda danışdıq. Məxsusən də İraqda keçirilən qanunverici orqan parlament seçkilərinin böyük əksəriyyətini Şiə qruplarının qazanması və İraqın müqavimətinin əlinin açılması barəsində danışdıq ki, bunların ən qorxulu rüyasıdır. Çünki zuhur proseslərində də istəyir evangelizmin yaydığı etiqadda, istəyir də elə bizim mütəbər tarixlərimizdə bunun da təhlilini vermişdik. Xorasandan qalxacaq dəstə İraq üzərindən Sion xərçəng şişi, Quduz itinin və Süfyaninin sonunu gətirəcək dəstədir. Əlbəttə onlar evangelizm əqidəsində, Armagedon məsələsində bu dəstəyə kafirlər deyirlər. Təbii olaraq batil həqqi batil kimi göstərmək istəyər. Və son proqramlarda təkid etdiyimiz məsələ, müqavimət cəbhəsinin mərkəzi, Netanyahunun təbiricə oxtapuzun başı, İran İslam Respublikası, müəmmalı sükutu, amma müəmmalı sükutu. Daha doğrusu hərəkətli hərəkətsizliyi, bunları günü-gündən sözün həqiqi mənasında rəhbərin dəqiq təbiri ilə Quduz iti it kimi qorxudur. Və biz demişdik, boğulan saman çöpündən yapışar misalıdır. Bunların misalı, bu gedən proseslərə baxın, xəbərləri izləyin. Müqavimətin tərəfində olan olmayan, fərq eləmir. Bütün dünya arenası artıq Siyonist rejimin ölüm-qalım mübarizəsində artıq öləcəyini qəbul etdiyini və buna görə də son, necə deyərlər, özünə bomba bağlayıb, son nəfəsində özü ilə cəhənnəmə kimlərisə aparmaq istəyi və bu cəhdlərin olduğunu görür. Livanın cənubuna hər tərəfdən özünə Qur'anın ayəsi var, münafiqlər barəsində deyir. Onlar hər bir pıçıltını öz əleyhlərinə hiss eləyərlər.
Dəqiqliyi ilə bugün Siyonist rejimin hərəkətlərində bunu hiss edirik və açıq görürük də Suriya, gah Suriyaya daxil olmaq, gah da Livana. Niyə? Öz açıqlamalarında da deyirlər, bu bizim dediyimiz o müəmmalı sükuta qayıdır. Hər gün bəyanat verirlər ki, Suriyadan Livana silahlar keçir, lojistik köməklər keçir İran tərəfindən. Çünki Suriyadan öncə Suriya ilə İran arasındakı həmin həlledici məsələ şiələrin üstünlük təşkil etdiyi İraq müqavimət məsələsi var. İraq mərkəzdədir. Livana silah keçir, Suriyada bir pıçıltı səsi gələn kimi Netanyahu dəli olur. Yəni əvvəl Davud koridoru, yəni ərazi böyütmək məsələsi öncəlikləri idisə, indi ərazi böyütmək məsələsi 10%, 5% ümidləməsi fikirlərində qalıb. Əsas canını xilas eləmək məsələsinə üstünlük verir Netanyahu. Və bunu Amerikada gözəl bilir və Amerikanın içərisindəki evangelizm, siyonizm cərəyanı ki, o hökuməti idarə edir və Trump kuklasını ortaya atıb, görün necə son zamanlar baş verən hadisələr bizim sözümüzü təsdiqləyir. Biz təkid edirdik ki, Trump və Netanyahu kuklası başda olmaqla arxa planda framasionerlər və Amerikadakı evangelizmin planının icra ediciləri olaraq yavaş-yavaş bunlara tədrici yaxınlaşan ölüm misalında hər ikisinə terror alarmı verilir, suiqəst alarmı verilir. Gah Trumpa güllə atılır, gah Trumpa qorxuducu hərəkətlər edilir. İstəyir mənəvi, istəyir fiziki. Epstein təhlükəsi, nə bilim, filan. İndi də Netanyahu. Həftə 8 mən 9 tədrici yaxınlaşan ölüm hiss edilir. Hiss etdirilir bunlara. Və demişdik, bunların əlaltıları da oyanmasa, eyni aqibəti yaşayacaqlar bəzi müsəlman liderləri kimi. Sion cərəyanını qorxudan budur. Netanyahu Amerikanın ayağını, quduz it öz papasının ayağını ortaya çəkmək istəyir. Böyük müharibə yaradıb, imkan olsa, 1% ümidlə də olsa, həyatını xilas eləsin, olmasa mən cəhənnəmə gedəcəmsə, cəhənnəmə gedən özündən yoldaş axtarır. Buna görə də son günlərdə atom silahından istifadə edəcəyi təhdidi filan. Halbuki bu bilir ki, hansısa bir böyük terror və yaxud da atom silahı qələtinə əl atmış olsa, nə Təl-Əviv, nə Heyfa, nə o birisi, bu birisi, hamısı yerlə yeksən olacaq. 12 günlük nümunə bunu göstərdi. Dost da gördü, düşmən də gördü. İstəməsələr də bir çox qərb cəbhəsinin tərəfində olanlar da barbar baxırır. İndiyə qədər ekspertlər, gedin Amerikanın ekspertlərinə, Avropanın, siyonist rejimin öz ekspertlərinə. Bir tərəfdən də siyonist rejim, biz demişdik, xərçəng şişinin partladılması əsas fəlsəfəsi nə idi? Deyirdi, daxildən ixtişaşlar çoxalacaq. Bugün depressiya məsələləri ki, həddi keçib heç, 600 nəfər dünən xəbərdə yerləşdirdik. Yüksək rütbəli zabit artıq, necə deyərlər, ərizə verib ki, bizi azad edin xidmətdən. Həm daxildə vəziyyət xarab, həm də hər an bu müəmmalı sükutun arxasında Suriya, Livan tərəfdən addım gözləyirlər. Yenə də Quranın ayəsini deyirəm. Hər səsi öz əleyhlərinə bilirlər. Və bilirlər ki, gec ya tez bu baş verəcək. Ona görə də Netanyahunun qapısından çıxan bu partladıcı maddə və yaxud da hansısa bir təhlükəli, şübhəli bağlama filan, Trumpa olan təhdidlər elə belə deyil. Bunların arxa planında qoca tülkü, İngilis ki, onun da quyruğu artıq görünür, ələ keçir yavaş-yavaş. Framasionerlər orada, onlardan və yahuddan əmələ gələn evangelizm böyük şeytan Amerikada. Bunların da içində görünən budur ki, bunların Netanyahunu və Trump'ı oynadan lobbilər var. Yəni, hətta bunların arxa planı olan illuminatların arasında dərəbəylik var, pərakəndəlik var. Necə də Həşr surəsində Quran bunlar barəsində gözəl buyurur ki, bir dəfə təhlil etmişdik.
bə'suhum beynəhum şədid. Onların öz aralarında şiddətli toqquşmalar var. Netanyahuya və ya Trump'a olunan təhdidlər ki, Trump qızışdırsın və Netanyahu Trump'ı qızışdırsın, bunları idarə edən mümkündür ki, bunların arxa planında oturanların içərisindəki lobbi ayrı seçkiliyindən olan bir dəstədir və digər lobbilər mümkündür ki, Netanyahunu və Trump'ı bu cür ayrı cür təhdid eləsinlər terrorla və s. Yəni, iki tirəlik bunların arxa planında da ola bilər. Yəni, Netanyahunun ofisində tapılan bağlamanın izahı bu ola bilər və yaxud da Hacı Qasım dediyi kimi, sizdən daha yaxınıq, şah damarımızdan yaxınıq. O vaxt Barack Obama'nın vaxtında yadınıza gəlirdi Hacı Qasım imzalı birbaşa nazirin, Amerikanın baş naziri idi, səhv eləmirəmsə, şəxsi otağına Hacı Qasım imzalı təhdid mesajlı bir məktub qoyulmuşdu ki, bu sözdə yazılmışdı ki, istəsək bundan daha yaxın olaraq ki, bomba bir xəbər olaraq öz aralarında məxsusən bunları qorxutmuşdu. Ona görə də hər an zuhurun kilidinin sonuncu, necə deyərlər, döngəsini vuracaq hadisələrə hazır olmalıyıq ki, bunun dəfələrlə dediyimiz qığılcımları Azərbaycanda olan Sion Yahudlar tərəfindən daha çox hiss ediləcək. Bugün Azərbaycanda Sion Yahud əqidəsinə xidmət edən, istəyir Vəhabi qeyrətsizlərinin çoxaldılması, Əhl-i Beyt məktəbinə, hətta Əhl-i Sünnə qardaşlara qarşı təhdidlər müxtəlif aspektlərdə çoxaldılır. İstəyir qidalarda, istəyir Bakıda. Yahudların, Sion Yahudların Qırmızı Qəsəbə və digər bəzi yerlərdə kompakt halında yaşaması, ərzaqlara qatılan, qidalara qatılan zəhərlərin, suylara qatılan zəhərlərin nəticələridir. Yəni, səbəblərindən biri də bunlardır. Əhalini sürətlə aradan aparacaq, öldürəcək xəstəlikləri yaradan, cadulardan əlavə müxtəlif çirkab sularının sulara və qidalara qatılması Azərbaycanda və digər tərəfdən də dünənki ya keçən səfərki çıxışımızda, son proqramda səhv eləmirəmsə, işarə vurduğumuz Ermənistan və Azərbaycan üzərindən NATO oyunudur ki, Rusiyada bir tərəfdən bugünkü xəbərlərdən birində mən gördüm, artıq Ermənistana da xəbərdarlıq ultimatum verilib. Bütün bunlar Siyonun öz sonunu əməlli başlı hiss elədiyinin müjdəsidir. Əlbəttə cırmaq atacaqlar. Bizlər bu cırmaqdan özümüzü müxtəlif vasitələrlə əvvəldə Allaha sığınaraq, sonra əməl etməklə amanda saxlamalıyıq. Sübh yaxındır, sizləri sübhün sahibindən əmanət edirik.